Salam əziz dostlar. Həsədin yaranma səbəblərindən biri də dünya sevgisidir. Mala, mövqeyə, vəzifəyə həddən artıq bağlılıq. Yəni belə ki, bunlar olmasa mən yaşaya bilmərəm kimi. Bunları mən mütləq əldə etməliyəm. Yoxsa mənim həyatımın heç bir mənası yoxdur. Hədəf və məqsəd varlanmaq, imkanlı olmaq, dünyada olan hər şeyi əldə etmək və arzuladığı vəzifəyə çatmaq. Bu çox dəhşətli dərəcədə ağır xəstəliklərdəndir, mənəvi xəstəliklərdəndir və bu da digərlərinə, bu işlərə, bu şeylərə sahib olan insanlara insanın həsəd etməsinə səbəb olur. Çox təhlükəlidir. Sağ olun.